güzel yurduma ilkbahar gelir. En şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilkbahar gelir. En şirin, en güzel arzular gelir. Təbiət elinde xonçalar gelir. Novruz bayramınız mübarek olsun. Təbiət elinde xonçalar gelir. Aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Aziz bayramımız mübarek olsun. Semeni düzülür, idiyem yana. Hoş etir yayılır bu şirin cana. Hoş etir yayılır bu şirin cana. Novruz hoş gelibdir Azerbaycana. Novruz bayramımız mübarek olsun. Novruz hoş gelibdir Azerbaycana. Aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun. Novruz bayramınız mübarek olsun. Değerli yurtseverler, malumunuz olduğu kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının doğma yurtda şəhid Fəxrəddin Piriyevin məzarı olan bu kəndimizdə, kəndlərimizdə onun doğum günü ilə əlaqədar ziyarətinə gəlmişik. Bugün kəndimizin Qəhrəman oğlu. Bəli, Qəhrəman oğlanları. Fəxrəddin Piriyevin anım günüdür. Bu münasibətlə Sumqayıt şəhərindən qohumlar, qonşular, dostlar təşrif buyurub bu qəbristanlığa gəlmişik və onları yad edirik. Etibar Cəfərovun, şəhidimiz Etibar Cəfərovun məzarı üzərində tədbirimiz davam edir. Fəxrəddin Piriyev, Etibar Cəfərov və digər bizim eldən obadan olan 8 şəhidimizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Hər bir gələni təşəkkürümü bildirirəm. Allah can sağlığı versin. Sevərlər, bugün Tatar Qaraqoyunlu Qiyaslı icmasının məlum yığıncağının qərarına əsasən 10 mart 2026-cı ildir. Doğma yurdumuzda Tatar Qaraqoyunlu kəndlərinin ərazisindəyik.
axşam saat 12'ye qədər buradayıq. Nə qədər ki, tam fəal olmamışıq, buradan getdi yoxdur. Ona görə də fəallaşmaq lazımdır. Yenə deyirəm, çəkinmək lazım deyil. Bir vaxt vardı, bura üçün dərs çəkirdik. Deyirdik, bura alınsın, ayaq yalın gələrik, dizin gələrik. Amma indi oynamağa ərinirik. Niyə? O utancaqlığı yığışdırmaq lazımdır. Zafar bak bir daha biliyorsun bağışlısın varmışsın. Ağala işin başıma ağrıydı. Allah ki kendinizi başıma ağrıydı. Ağrımayacaq. Dostlarına. Bəli. Ağala kimsen de var. Bəli, doğrudan da uzun illər, neçə 10 illikdir dərs çəkmişik. İndi hərdən o vaxtlar cızma qara elirdik bizdə. Yadıma görüm nə düşür. Deyir, Həkəri Bərgüşad səsin dinləsən, yəni Həkəri Bərgüşad çaylarında bizə məşhur. Həkəri Bərgüşad çayın dinləsən, kəkotu dəmləyib çayını içsən, arandan yaylağa yol alıb getsən, görərsən hər yanı gözəl, səfalı, həsrətin üzübdür bizi Qubatlı. Nəbinin, Həcərin məskəni dağlar, meşəsi qırılıb sinəmi dağlar. Çiçəklənər deyim, quruyan bağlar, olarsan yenə də bağlı, bağatlı, həsrətin üzübdür bizi Qubatlı. Can deyib, səndən ayrılandan yarı canlıyıq. Ruhumuz oradadır, canla buradayıq. Harada olduqsa ora sığmadıq. Olmuşuq həmişə sənə vəfalı, həsrətin üzübdür bizi Qubatlı. Can deyib canını verənlər olar. Birləşib bu yolu gedənlər olar. Vətəni sevənlər, şəhidlər olar. Qayıdarıq ora, qanlı, qisaslı, həsrətin üzübdür bizi Qubatlı. Bunu 94-cü ildə yazmışdıq, bəli. O vaxt ağlayırdıq. Amma indi həmən şeiri sevinə-sevinə deyirik. Qayıtdıq doğrudan da bura, qan da tökdük, qisasımız da aldıq. Bir dənə qalır sevinməyimiz, sevinirik də. Bəli, ona görə düzdür, birinci dəfə gələnlərə bura təsir eləyir, müəyyən hisslər keçirir. Amma ona baxmayaraq bu şənlik tədbiridir və vəkilimiz də dedi ki, bütün o xeyirlə şər qardaşdır, bəli, şənlənməyimiz lazımdır. Getdik, ziyarət elədik, Allah şəhidlərimizin timsalında bütün şəhidlərə rəhmət eləsin.
sen taşmalıyım da. Yok ayağına böyle bir şey vurursun. Ortaya salla. Ha, vurabilirsin, bunun işleresi vurabilirsin. Anlayabilirsin. Bakma, yandı var, hemen yandı var. Burada geldim, burada korkma. Balıktan dağında yap. At yok, oyna, at bunu. Vur orada. Lato git. Kiralar mı? Buradan et. Tamir. Nefes sahibi. Sarmıştı, oyun sarmıştı. Yok. Ay nene bak nene. Nene bak bana da bacana. Nene. Ne ağzım var. Nene bak nene. Gördüm renk, gördüm. Nene bak nene. Nene bak. Gel nene sen de ver. Gel buraya. Kim orada bayrağı yerler? Kalın şöyle. Sen de gördün. Alıştırma dostum. Ver be. Şimdi yema. Şimdi. Aç şimdi. Ver be. Yavaş la. Üçün unuttum da. Tutmayacağım mesela. Bakın yumurtaya bakın kaçtı. Ver be. Ne kalır? Hava yol bozdu.